Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahillezî ala fi tevahhudihi ve dena fi teferrudihi ve cella fi sultanihi ve azma fi erkanihi. Feterel halâiqe bi kudretihi ve neşre'r riyâhe bi rahmetihi. ووطد بالسحور ميدان أرضيه ثم الصلاة والسلام على حبيبه وخيرته حافظ سره ومبلغ رسالاته سيدنا ونبينا أبي القاسم المصطفى محمد اللهم صل على محمد ve ala alihi tayyibin tahirin muntecebin ve la'nud daimu ala adaihim ecmaîn minel an ila yevmillezî. Amma ba'd, an amiril mu'minin Ali aleyhisselam قال يا حارث واكظم الغيظ واحلم عند الغضب واصفح مع الدولة تكن لك العاقبة. Peyğəmbər və ali Peyğəmbərin gül cəmalına salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed. Artıq Səfər ayının 3-cü cüməsidir ki, siz əzizlərlə bir yerdəyik. Bunun üçün Allaha şükür eləyirəm. Allah tövfiq verdi ki, sizlərin xidmətində olaq. Cümə gününüz mübarək olsun. Allah gələcək günlərimizi xeyrə mübəddəl eləsin inşallah. Allah Teala bizləri cümə günü bir yerdə topladığı kimi inşallah cənnətdə də bizləri bir yerdə toplasın inşallah. Cümə gününə xatir. İstəyirəm Həzrəti Əli əleyhissalamın Haris-i Həmdaniyə yazdığı məktubun bir parçasını xidmətinizə ərz eləyək. Yadınıza gəlirsə biz Haris-i Həmdaniyə yazılan məktublardan məktubun bir neçə hissəsini sizin xidmətinizə ərz eləmişik. Keçmiş söhbətlərimizdə, cümə günlərində, münasibətlərdə. Nəhcül Bəlağə kitabının 69-cu məktubunda bu şərh olunub, qeyd olunub. Allah Seyyid Rəziyə rəhmət eləsin. Toplayıb verib bizim xidmətimizə. Həzrəti Əli əleyhissalam bu məktubunda Haris-i Həmdaniyə yazır ki, ya Haris, ey Haris, əlbəttə Haris-i Həmdaniyə xitab olunur, amma söz bugün bizədir, bizə aiddir. Ümumiyyətlə, məsumların hər bir kəlamı, onların dəyərli sözləri kiməsə xüsusi bir xitab deyil. O, ümumi bir xitabdır. Peyğəmbərin xitabı ümumi bir xitabdır. Bəli, ola bilər kiməsə gəlib xüsusi bir sual verə, sırf özünə aid onun özünə cavab verilər. Amma elə suallar var ki, bunu mən keçən dəfə də demişdim sizin xidmətinizdə, elə suallar var ki, onların cavabı və onların məktubları ümumi bir cavabdır, ümumi bir şərhdir ki, bizim hamımızın əhvalına aiddir, hamıya aiddir. Bir nəfərə, iki nəfərə, üç nəfərə yox. Tək bizim hamımıza aiddir. Yəni, deməyək ki, bu filan kəslərə aiddir. Hamımıza aiddir. Başda mən özüm olmaq şərti ilə. Deyir, Haris, 3 tövsiyəm var sənə. Əgər bunları eləsən, aqibətin xeyirli olar. Əgər bunları eləsən, sonun gözəl qutarar. Aqibət sənin xeyirvə olar. Sonun sənin xeyirvə bitər. İnsanın ən gözəl dualarından biri, özünə etdiyi dualardan biri aqibətin xeyirli olmasıdır. İnsan gərək həmişə özü üçün dua eləyəndə desin, Allah, axırımı, aqibətimi, sonumu xeyirli elə. Çünki bu, övliyaların, ənbiyaların, məsumların dualarıdır ki, bu cürə dua eləyirlər ki, təvaffənə muslimə, Quran ayəsidir. Təvaffənə muslimə, ilahi bizi müsəlman kimi öldür günə, müsəlman kimi apar günə. Bu dünyadan gedəndə müsəlman kimi, həqiqi bir müsəlman kimi dünyadan gedək. Dırnaq arası müsəlman kimi yox. Ona görə ən gözəl dualardan biri budur ki,
aqibətimiz xeyirli olsun. Həzrəti Əli əleyhissalam da bu məktubundakı Nəhcül Bəlağədə 69-cu məktub kimi qeyd olunur. Haris-i Həmdaniyə buyurur ki, əgər bu üç tövsiyəmi yerinə yetirsən, təkun ləkəl aqibə, yəni sonu sənin özün xeyrin olacaq. Həyatda büdrəmərsən, ahirətdə büdrəmərsən, axırın yaxşı olar. Bu üç əməli eləməklə, bu üç tövsiyəmi yerinə yetirsən, sonun gözəl olacaq. Bu dünyada da sənin xeyirvədir, ahirətdə də xeyirvədir. Əl-əxsusda ahirətdə xeyirvədir. Nədir o üç? Mən əvvəlcə üçün də ərəbcəsini deyəcəm, qısa tərcüməsini deyəcəm, inşallah sonra yavaş-yavaş şərh edəcək. Haris 1. Vaqzimil qayz. Haris, qəzəbini kontrol elə. Elə ki, qəzəbləndin, qəzəbi kontrol elə. Qəzəbi boğmağı bacar. 2. Vahlum indəl qadab. Həlimli ol, həlim ol. Həlim, biz həlim deyirik ya. Həlim yəni həlim ol, yumuşaq ol, mülayim ol. Mülayim ol. Mülayimlik alicənabların sifətlərindəndir. Peyğəmbərlərin sifətlərindəndir mülayimlik. Həlim ol, həlim sahibi ol, əhli həlim ol, mülayim ol. 3. Vasfəh mə'əd-dulə. Haris, intiqam ala biləcəyin halda güzəşt eləməyə bacar günə. Əff eləməyə bacar günə. Bağışlamağı bacar günə. Bunların üçü də çox mühümdür. Və bunların üçünün arasında çox zərif bir fərq var. İcazə verin, mən o fərqləri də deyim. Görürsən, bəzən insan əsəbləşir, özündən çıxır, özünü kontrol eləyə bilmir. Bəzi insanlar da əsəbləşir, qəzəblənir, amma qəzəbini boğur. Qəzəb hər bir kəsdə var da, elə bir insan deyə bilməz ki, məndə qəzəb yoxdur. Çünki Allahın bizə verdiyi bir neymətlərdən biri də qəzəbdir, deyəcəm niyə? Qəzəb lazımdır, insan üçün zəruridir, amma hər yerdə yox. Bəzən görürsən, insan qəzəblənir və o qəzəbini boğmağa çalışır. Buna ərəblər deyirlər ki, kəzmi qayz, kəzm deyirlər. Görürsən, bəzən lüğətdə kəzm nədir onu deyəcəm. Su şırnağı partlayır. Düzdürmü? Borudur, su borusu, su şırnağı cırılır, partlayır, heç nə ilə qabağını almaq mümkün deyil. Neynir el arasında cəmaat ona neynir? Taxta götürürlər, ya bir ağac parçası götürürlər, yonurlar onu, həmən su gələn istiqamətə onu qoyurlar, suyun qabağını alırlar. Yəni suyu boğurlar, məcburi suyun qarşısını alırlar, kəsirlər. Ərəb bu halətə, bu hadisiyə, bu hissiyə deyir kəzm. Kəzm. İmam Kazım əleyhissalamın da adı ona görə ləğəblərindən biri Kazimdir. Yəni qəzəbini boğan. İnsan da özünü qəzəbini boğursa, necə ki o suyu borusuna bir tıxac qoyursan, indi hərəmiz bir söz deyir də, bəzi yerdə deyirlər tıxac, bəzi yerdə deyirlər çü, Göyçədə çü deyirlər, bəzi yerdə deyirlər paz. Paz qoyurlar ki ora, indi biz paz adi bir söz deyil, yəni şey sözdür, biədəb sözdür. O taxtaya, o parçaya, o taxta parçasına, o kiçik ağac parçasına ki, suyun qarşısını almaq üçün ondan istifadə edirlər, ona tıxac deyirlər, çü deyirlər, paz deyirlər, nəhərə bir söz deyirlər. Ərəb də ona deyir kəzm. Ərəb də ona deyir kəzm. Və insanın da qəzəbinin boğmasına deyirlər kəzmil qayz. Qayz yəni qəzəb, hiccə, əsəb. Onu boğmasına deyirlər kəzm. Amma helm nədir? Helm ondan da üstündür. İnsan əsəbləşəndə özün məcburi boğur, çox yaxşı haldır bu, yaxşı şeydir. Elə də olmalıdır. Əsəbi gərək kontrol eləyəsən, özünü gərək sıxasan, boğasan, cavab qaytarmağa tələsməyəsən. Çox yaxşı haldır. Amma ondan da üstün olan helmdir. Biz deyirik ki, Allah sənə helm versin, elmdən yanaşı helm versin. Helm nədir? Yəni həlim olmaq. Yəni bu insan üzərində o qədər işləyir ki, o qədər öz üzərində çalışır ki, bu adam əsəbləşmir. Bu adam hər şeyə coşmur, hikkələnmir, çıxmır özündən, dağırtmır aləmi. Elə ailəni. Bu birinci. Və üçüncü, ikisini dedik, üçüncü də buyurur ki, vəhlum indəl qadəb. Üçüncü də deyir ki, bunların ikisindən də üstün.
hər ikisindən üstün. Biri var qəzəblənəsən, qəzəbu boğasan. Biri var qəzəblənmir, həlimdir. Nə olsun ki, həlimdir, nə olsun yumuşaqdır, nə olsun yaxşı xasiyyəti var. Amma bağışlamaqla arası yox, bağışlaya bilmir. Üçüncü odur ki, bağışlamağı bacarasan. Görsən, hamısının arasında zərif bir vasitələr var. Vasfəh məaddulə. Hətta qarşı tərəfi belə bağışlaya bilir. Həm qəzəblənmir, həlimdir, xelimlidir, həm də qarşı tərəfi çox gözəl şəkildə bağışlamağı bilir. Deməli, aydın oldu ki, birinci, yəni o üçüncüdən də, axırıncıdan qaydaq. Üçüncü, ikincidən yaxşıdır, ikinci də birincidən yaxşıdır. Yəni, səhv helimdən yaxşıdır, helim də kəzmdən yaxşıdır. Aydın oldu mu? İndi hərə öz tutarında da, hərə nə qədər bacar elə. Kimi əsəbini boğa bilir, yaxşı. Kimisi ondan da yaxşı, helimlidir, mülayimdir, hər şeyə coşmur, hikkələnmir, bu çox gözəl. Kimisi də hamısından yaxşı, bağışlamağı bacarır, əfv eləməyi bacarır, güzəşt eləməyi bacarır. Bu hamısından yaxşıdır. Həzrəti Əli əleyhissalam bunların üçünü də ardıcıl sayır Haris-i Həmdaniyə. Üçünü də ardıcıl və başlayır qəzəbdən. Niyə qəzəbdən başlayır? Niyə? Çünki bilirsiniz, bir hafta dedim, qəzəb insanda təbii bir meyildir, fitridir. Allah hər bir insanın fitrətində qoyub. Qəzəb olmasa şücaət də olmaz. Şücaət də yaranmaz. İnsan gərək qəzəblənə ki, şücaət yarana da. Amma Həzrət Əleyhisselam deyir, qəzəblənmə. Allah Teala da Tövbə surəsinin 73-cü ayəsində buyurur ki, وَغَلُّذْ عَلَيْهِمْ onlara qarşı sərt olun, möhkəm olun. Kimlərə qarşı? Ya əyyuhən nəbi, ey Peyğəmbər, cahidul kuffar vəl-münafiqin وَغْلُذْ عَلَيْهِمْ kafirlərə, münafiqlərə qarşı möhkəm ol və sərt ol. Bağışlama onları. Onlara qarşı möhkəm ol. Ta ki, müsəlmançılığı qəbul edənə kimi. Ta ki, imanı qəbul edənə kimi. Bu həddə kimi onlarla sərt ol, möhkəm ol. Daha demir ki, möminə qarşı sərt ol. Daha demir ki, sərt ol. Daha demir ki, müsəlmana qarşı sərt ol. Gərək insanda qəzəb ola ki, sərtliyi də bacarasan da. Fəth surəsində də, Fəth surəsinin 29-cu ayəsində də Allah Teala buyurur ki, əşiddəu aləl kuffar, kafirlərə qarşı sərt olun. Kafirlərə qarşı sərt olun. Da başqalarına qarşı yox. Dalıcanda buyurur ki, ruhaməu beynəhum, amma bir-birinizin arasında mehriman olun, rəhimli olun. Kafirə qarşı əşiddəu aləl kuffar, kafirə qarşı sərt ol, amma bir-birinizə qarşı mehriban olun, şirin olun, mülayim olun, bir-birinizin ətini didməyin, bir-birinizi parçalamayın. Nə vermirsiniz, bir-birinizə ala bilmirsiniz? Yəni, bu mənası budur. Ancaq kafirlər üçün Quran ayəsindən aydın oldu ki, sərtlik, hikkəbarıt, qəzəb ancaq kafir və münafiqlər üçündür. Dost üçün, mömin üçün, ailə üçün, iş yoldaşın üçün qəzəb icra eləməyə Allah Teala icazə vermir. İcazə vermir. Bu səbəbdəndir ki, Əli əleyhissalam birinci qəzəbi deyir ki, ya Haris, qəzəbi kontrol eləməyə bacar yenə. Əgər müvəffəq olmaq istənsə həm bu dünyada, həm ahirətdə qəzəbi kontrol eləməyə bacar yenə. Bu bir. Bir günlərin bir nəfər gəlir, çox maraqlı bir hadisədir, tarixi hadisədir. Bir günlərin bir nəfər gəlir Peyğəmbər-i Əkrəmin yanına deyir, ya Rasulallah, əllimni bi cəvami'il kəlim. Mənə elə bir şey öyrətginən ki, elə bir cümlə denən ki, mənə bütün əxlaqi dəyərlər o cümlənin içində olsun. Sözə baxın ha, balaca sözlüyor ha bu söz. Ya Rasulallah, mənə elə bir cümlə öyrətginən ki, mənə elə bir şey öyrətginən ki, bütün əxlaqi dəyərlər hamısı o cümlədə olsun. Hamısı onda olmuş olsun. Ən gözəl işlər onun içində olsun. Mən onu eləməklə bütün əxlaqi dəyərləri yerinə yetirmiş olum. Bütün normativləri yerinə yetirim. Peyğəmbər Əkrəm nə buyurur sizcə? Buyurur, Lə təğlab. Get və heç vaxt qəzəblənmə. Get, qəzəbli olma. Əsəbləşmə. Heç nəyə əsəbləşmə. Qəzəbli olma. Nə böyük sözdür bu. Deməli, qəzəblik
Kim ki qəzəblənir, deməli o əxlaqi normativlərə riayət eləmir Peyğəmbərin bu kəlamına əsasən. Get qəzəbli olma. Biz amma necə edirik? Bəzən görsən, hələ maşın sürürük, hələ maşında rolda deyim də. Rolda görsən biri çıxdı qabağımıza, siqnalın çıxıb oturacaq üstündə, qazı basacaq, quluşitildən qapqara bir tüstü çıxacaq, maşını öz dilimizlə desək, anqırdıb keçəcək yanından ki, sən niyə çıxdın mən qabağıma? Qəzəb deyir bu. Amma Peyğəmbər deyir ki, yox, olmaz. O əxlaqdan kənar hərəkətlərdir. Eləmə belə. O əxlaqsızlıqdır, ədəbsizlikdir. Bu qane olmur. Bu insan ki, sual verir Peyğəmbərə ki, mənə elə söz, elə cümlə örgət ki, bütün əxlaqi normativlər hamısı onun içində olsun. Peyğəmbərin bu sözü ona az gəlir. Yəni, deyir, ya Rəsulallah, mən axı səndən elə bir söz istədim ki, mən onu eləməklə bütün əxlaqi dəyərləri yerinə yetirmiş olum. Peyğəmbər cavab verir. Başını salır aşağı. Deyir, ya Rəsulallah, ikinci dəfə, mən səndən bunu istəmədim axı. Peyğəmbər yenə cavab vermir. Üçüncü dəfə soruşur, Peyğəmbər yenə cavab vermir. Niyə? Çünki doğrudan da əgər insan qəzəblənməsə, qəzəbinə hakim olsa, onda o zaman da kiminsə də haqqında pis düşünə bilməz. Bunlar hamısı qəzəbdən yaranan şeylərdir da. İnsan qəzəblənir və kiminsə haqqında başlayır pis düşünməyə, kiminsə haqqında pis sözlər deməyə, kiminsə haqqında suizən etməyə. Bunlar nədən irəli gəlir? Qəzəbdən irəli gəlir. Qəzəb olmasa, qəzəbi kontrol edə bilsən, bunların heç biri yaranmaz. Əksər mənfi xislətlər, mənfi xüsusiyyətlər, əxlaqdan kənar xüsusiyyətlər hamısı yersiz qəzəbdən yaranır. Ondan sonra da nə qədər daha eləyirsən elə, nə qədər istəyən başa sal, artıq qəzəb öz üçün görüb. Qəzəb içəridə parçalayıb, dağırdıb onu. Nə qədər izah eləyirsən, nə qədər başa salırsan, Allah kəlməsi deyirsən, Peyğəmbərin sözünü deyirsən, öz sözünü deyirsən, qonşunun sözünü deyirsən, xalqın sözünü deyirsən, xeyri yoxdur, mümkündür. Niyə? Çünki artıq qəzəb öz üçün görüb, bu qəzəbləndirib öz üçün görüb. Və elə bir körpüləri dağırda gedir ki, bəzi insanlar arxası üçün dönməyə yer qoymur. Ən pisi də budur. Körpüləri dağırda gedir, arxası üçün dönməyə yer qoymur. Axı sən bir gün dönə bilərsən, niyə bütün körpüləri arxınca xarab edirsən? Allah Teala hədisi qudsi var, Həzrəti Musa əleyhissalama bir vəhiy edir. Deyir, Musa, mən yenə də öz sözlərimlə deyəcəm. Ya Musa, o qədər dəyərli kəlamdır ki, bu kəlam, diqqət eləyin, və Allah deyir də bunu, Allah buyurur Həzrəti Musaya. Ya Musa, uzkurni ində qadabik, əzkuruka ində qadabi. Ya Musa, çox mənalı hədisdir ha. Sən əsəbləşən zaman, qəzəblənən zaman məni yadıma sal. Elə ki, gördün qəzəb səni boğdu, əsəbdən çıxmısan, artıq nəsə demək istəyirsən, dərhal məni yadıma sal, mənim adımı zikr elə. Denən la ilahe illallah, denən la havlə və la quvvət illə billah. Deyəmirsən, denən Allahu Ekber, denən ya səbir. Bu sözlər özümün daha, o hissəsi Allahın idi. Allah Teala deyir, gördün ki, Musa, qəzəblənmisən, onda neyinə günə? Mənə xatırlan, məni yadıma sal, mənə görə qəzəbvi boğcuna, mənim adımı zikr elə. Əgər belə eləsən, əzkuruka ində qazəbi, onda mən də sənə qəzəblənəndə səni yadıma salacam. Nə vaxt qəzəblənir Allah insana? Günah edir. Biz deyə bilərik ki, biz günah eləmirik gün ərzində. Bir yalan da olsa çıxır ağzımızdan. İstər bilərəkdən olsun, istər bilməyərəkdən olsun. Kimisə arxasınca danışırıq, kimisə qəzəblənirik, kimisə bir söz deyirik, kimisə nə bilim qeybətini eləyirik, kimisə ləkə yaxırıq və s. da. Allah Teala da deyir ki, sən qəzəblənəndə məni yadıma saldığın üçün, mənim adımı zikr eləyib qəzəbvi boğduğun üçün, mən də sənə nə vaxtsa qəzəblənsəm, görsəm ki, sən də xətaya yol vermisən, tez səni yadıma salacam ki, sən axı mənə görə qəzəbvi boğdun, mən də sənə görə qəzəbimdən keçirəm. Allahu Ekber. Allah adamı bundan artıq neyniyər? Mən həmişə bu söz deyirəm, bizi itəliyib zoruna salırlar cənnətə, ayağımızı dirəmişik cənnətin astanasına ki, yox, mən öz hisslərimlə, öz əməllərimlə mən gedirəm cəhənnəmə. Və bu günlərim də çox rahat namazımızdan istifadə edirik.
ağzımızı açıb danışan kimi hamımız mən namaz qılanam. Ondansa qardaşım başıma dönüm, onu demədən mən namaz qılanam. Namaz qılanırsa namazın adını batırırsan axı. Heyifdir o namaz ki, sən onun adını batırırsan. Bir şey də olmamış, mən namaz qılanam. Çox gözəl. Namazı kimin üçün qılırsan? O dalaşdığın adam üçün qılırsan. Onun üçün qılmırsan axı namazı. Namazı sən Allah üçün qılırsan. Düzdür. Allah Taala indi sizə bir hədis deyəcəm inşallah İmam Sadiq əleyhissalamdan. Görün nə qədər dəyərli bir hədisdir. Bəzən biz deyirik ki, namaz qılmayan cənnətə düşməyəcək. Bəli, bunu hardasa qəbul eləmək olar. Amma hardan məlumdur ki, elə namaz qılan da cənnətə düşəcək? Bu heç yerdə yazılmıyor ki, namaz qılırsansa 100% cənnətliksən. Yox qardaş, yox, elə deyil, deyəcəm indi. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, elə ki iki nəfər bir-biri ilə münaqişə eləyir, dalaşırlar, sözləri çəpkəlir, nəsə də uyğun gəlmirlər bir-birlərinə, yənziləni mələkan, iki dənə mələk nazil olur, dərhal. İki adamın arasında münaqişə olan kimi, söz-söhbət yaranan kimi, dalaşan kimi, yənziləni mələkan, dərhal iki mələk onlara nazil olur. Da bu sağ çiyin, sol çiyin mələk deyir ha bu. Bunlar öz işindədir, bunlar yazır. Bunların işi yazmaqdır. Da bunların işi Rus demiş, absücdat eləmək deyil. Təhlil eləmək deyil. Məhkəmə qurmaq deyil, hökm vermək deyil, sən düz elədin, sən səhv elədin. Bu hadisə deyil. Bunların işi yazmaqdır. Allah eləsin ki, sağ çiynimizdəki yazsın, sol çiynimizdəki yuxu bassın. İki mələk nazil olar dərhal. Bu iki mələk birinci dava başlayan adam ki var, kim ki birinci davanı başlayıb, davanı başlayan adama, davada ürəyini boşaldan adama, daha nə gəldi deyib, nə nalayiq sözlər var idisə, hamısını döşəyib o üzün tərəfdəki adamın qabırğasına. Nə gəldi dedi, nə lazımdır dedi, tam ürəyini boşaltdı, iki mələk üzün çörür həmən adama ki davanı başladı, odu birinci o qoydu, Bismillahı o elədi, burada Bismillah deyir də, burada şeytanlıqdır. Biz şeytanı o başladı, çünki şeytan əməldaxı dava. Biz şeytanı ki başladı, şeytanın adı ilə başlayıram deyib, başladı davaya, iki mələklər üzün tutarlar, həmən o davanı başlayan adama ki, ürəyin boşaltdı, nə lazımdır dedi, deyərlər, İnnəkə qultə mə qult. Sən ürəyin nə istəyir dedin. İmam Cəfər Sadiqdən də hədis adresində verə bilərəm. Ürəyin nə istəyirsən dedin, İnnəkə qultə mə qult. Və əntə amma bilginən ki, bax sən ki bu sözləri dedin, ürəyi boşaltdın, nalayiq sözləri dedin ha, sən özün bu dediklər və layiqsən. Bunu mələklər deyir ha, iki mələk. Allah tərəfindən nazil olan iki mələk bu sözü deyər. Bilginən ki, sən özün bu dediklər və layiqsən. O şeyləri, bəzən ki, ağzımızda işlətdiyimiz bəzi kəlamlar var ha, hamısı hədislərdəndir. Nə deyirsən özvə qayıdır. Nə deyirsən özvə qayıdır. Və dalicən buyurur, وَتَزِلَّ الْأَمَالَكِ Bunları deməklə də nə qədər yaxşı iş görmüşdünsə bu vaxta kimi namaza gətirəm ha söhbəti. Namazı bu günlərin bir-birimizin gözünə soxuruq. Namaz qılmayanı eləmişik kafir, namaz qılanlar güya cənnətə alıb oturub. Bu vaxta kimi ki, nə qədər gözəl işlər görmüşdün ha? Məclislərə gəlmişdin, imam senin üçün göz yaşı ağıtmışdın, Qur'an oxumuşdun, Qur'an dərsi demişdin, minbər eləmişdin, namaz qılmışdın, gecə namazı qılmışdın, aşura ziyarət, da say da özün. Bütün gözəl əməlləri say. Nə xeyrxalq əməllər eləmişdinsə, hamısı zay oldu getdi. Bu dağılma, bu kəlmələrinlə, bu işlətdiyin sözlərlə hamısını ateşə verdin, yandırdın. Sonra üzlərini tutarlar o biri tərəfə. İki nəfər dalaşırdı axı. Biri söhbəti başlayan idi, biri qığılcımı yaradan idi. Davanı qopardan adama dedilər bu sözü. İndi keçirlər obisinə. İnnəkə sədaqtə. Sən də səbr elədin. Dinmədin, danışmadın. Sən ki səbr elədin, dözdün, bir söz demədin, özünü onun səviyyəsinə endirmədin. Hə, burası öz sözümdür ha. Özünü onun səviyyəsinə kimi endirmədin. Bu səbəbdən də Allah sənin bütün günahları əff elədi və Allah sənə xüsusi bir mükafat hazırlayıb səni gözləyir. Ahirətin günü o mükafat sənə təqdim olunacaq. İndi bu da Allahın bir sürprizidir. Niyə? Sən səbr elədiyinə görə, danışmadığına görə, cavab qaytarmadığına görə, Allaha görə səbr elədiyə görə Allah Taala səni mükafatlandıracaq.
Bunu bilin. İmam Cəfər Sadiq əleyhissalam buyurur. Mələklər bunu deyər və qalxarlar. Odur ki, məsum imamlarımız, peyğəmbərlərimiz həmişə təkidlə buyururlar ki, əzkurni ində qabdik. Allahın sözünü buyururlar. Deyirlər ki, Allah Teala buyurur ki, nə vaxt qəzəbləndin, Allahı xatırla, Allaha görə tez səbr elə və qəzəbli borcuna. Səhv eləmirəmsə İmam Cəfər Sadiq əleyhissalamdandır bu hədis. Buyurur ki, Bəni İsraildə bir padşah var idi. Bəni İsraildə bir padşah var idi və bu padşah çox əsəbi idi. Hər şeydən hisslənirdi, hər şeydən özündən çıxırdı, coşurdu. Amma onun sarayında çox gözəl, helimli bir alim var idi. Hikmət sahibi var idi. Bir günlərin bu hikmət sahibi bir kağız yazır, gətirir, şaha göstərir. Şah oxuyur, çox təsirlənir, çox xoşuna gəlir, çox bəyənir. Deyir, nə vaxt gördün ki, mən qəzəblənmişəm, əsəblənmişəm, gördün özümdən çıxdım, dərhal onu, o kağızı tut mənə əlimə, mən onu oxuyayım, sakitləşim. Gördün əsəbləşmişəm, harada olursan ol, o kağızı tut mənə. O tablonu tut mənə, mən onu oxuyayım. Alim də belə edir. Nə vaxt görür ki, əsəbləşib, özündən çıxır şah, dərhal tutur kağızı, o da baxır, oxuyur, sakitləşir. İndi bu şah da özü də alicənab adam olur ki, o sözlər ona təsir edir da. Ürək safdırsa, sözlər adama təsir edir, yapışır. Ürək çəklidirsə, o pastı dəmirin üstündən kraska vurmağa bənzəyir. Bir gün sabah neynəcək? Altda past özü çıxacaq, qabaracaq, o kraskanı da, o gözəl parıltılı, maslenli kraskanı da neynəcək? Özü qarşı salacaq aşağı. Ona görə ürək pak olmalıdır, ürək saf olmalıdır. Bəli, nə yazılmışdı orada? O 3 cümlə nə idi? 3 cümlə idi. 1. Vərhəmil məsəkin, şahım, rəhm et ginən miskinlərə. Rəhm eləməyə bacar da, bağışlamağa bacar ginən, rəhm eləməyə öyrən ginən. Niyə? Vəhşə'il maut, ölüm gəlir qabaqdan, ölümündən qorx. Dünya çox, ömür çox qısadır. Bir gün varsan, sabah yox, getdin. Bir də görsən, yoxsan. Mən qoy bir hadisəni də deyim, heyvanların dilindən bir təmsildir. Bir günlərim cırcırama, ayıya deyir ki, ayı, mən səni çox istəyirəm. Cırcırama. Ayıya deyir ki, ayı, mən səni çox istəyirəm. Ayı nə deyir? Ayı deyir ki, gözdə yuxum gəlir, yatım. Ayılaram, söhbət eləyərik. Ayı gedir qış yuxusuna, amma hardan xəbəri var idi ki, cırcıramanın ömrü cəmi 3 gündür. Ömür çox qısadır, mənim əzizlərim, çox qısadır. Bir-birimizi didişdirməkdənsə, bir-birimizi sevək, bir-birimizi məhəbbət bəsləyək, bir-birimizi əziz tutaq. Özdə bu ünsiyyətdə, bu mehribansılıqda, bu davranışda, dostluqda arıdan yox, arıdan mərifətlənməyək, balıqdan öyrənək o mərifəti. Necə? Arı, balıq bilirsiniz da, kimə məhəbbəti var? Suya. Nəyə məhəbbəti var? Suya. Susuz ani qala bilməz və ölər. Balıq ki, sudan çıxdı, ölməlidir. Ancaq o su ilə ünsiyyət tapır. Arı necə? Arı bir günlərin bu gözəl gülün ətrindən istifadə edir, şirəsindən istifadə edir. Elə ki, şirəsini çəkdi, bunu vurdu, gedir görür oksijen üstünə. Biraz ondan şirəni çəkir, gedir. Ona görə də ariflərimiz buyururlar ki, dostluqda arı kimi yox, balıq kimi olun. Çox təəssüflər olsun ki, bu günlərim dostluqda əksər insanlar arı kimidirlər. Elə ki, pisim vurdu, onun sözünü demədi, onu təsdiq eləmədi deyənə, arı kimi bunun şirəsini çəkdi, indi gedib oksijen şirəsini çəkməyə. Bu, münafiqlikdir, münafiqliyə aid sifətlərdən. Deməli, 3 cümlə yazılır. Varhəm əl-məsəkin, rəhm elə şahım. İkinci, vəhşə'il maut, ölümün gəlir qabaqdan, ömür çox qısadır, ölümündən qorx. Vəzkuril axirə, axirətvi yadva salcına. Bunu oxuyan kimi şah sakitləşirmiş. Və hər zamanda alim bütün iclaslarda, bütün tədbirlərdə, bütün görüşlərdə üstündə saxlayırmış o kağızı. Nə vaxt görürdü ki, şah artıq coşmağa başlayır, özündən çıxır, əlində tuturdu ki, belə oxur. Şah onu görən kimi sakitləşirdi ki, rəhm elə, ölümündən qorx və axirəti yadva sal. Axirəti yadva sal. Allah Teala özü də Qur'an-ı Kərimdə bana bizə buyurur ki, buyurur cənnətə getməyə tələsin.
Tələsin cənnətə getməyə. Quran-ı Kərimdə neçə dənə yerdə bizə buyurur ki, tələsin cənnətə getməyə, sonra cənnət əhlinin sifətlərini sayır, bax bizlər üçün. Cənnət əhli kimlərdir? Başlayır onlara izah eləməyə. Bilmirəm, danışım ardın yoxsa qalsın gələn həftəyə. İstəyirsə bir salavat zikr edeyim. Allahumma salli ala Muhammad və ali Muhammad. Cənnətə getməyə tələsin. Amma cənnət əhlinin də sifətlərini sayır başlayır. Özdə çox gözəl bir söz deyim sizə yenə də Allahın kəlamı. Özdə cənnət əhlinin sifətini sayanda müəllim namaz qılandan başlamır. Demir, namaz qılandır, oruç tutandır, xümus verəndir, həccə gedəndir. Yox, bunları demir. Demir amma ki, namaz qılan, bu, yəni sözün başqa cür anlaşılmasın, başqa cür bərdaşt olmasın ki, deməli ondan sonra da namaz qılmayaq da, onsuz da cənnətə namaz qılan adı çəkilir. Yox, o öz yeri var, o deyiləcək. Namaz qılmırsansa cənnətdən xəbər yoxdur, bu da var. Amma Allah Teala burada birinci namaz qılanın adını çəkmir. Yenə də bayaqki sözümə qayıdıram. Biz o saat bir şey olmamış namazımızı götürürük hamının gözünə soğurur ki, mən namaz qılanam, mənə dəymə. Mən neçə ildir namaz qılıram, mən məscid əhliyəm, çox gözəl. Amma baxaq görək, cənnət əhlinin sifətlərində, nişanələrində var bu söz. Allah Teala nə buyurur? Allah iki yerdə bu ayəni zikr eləyir. Biri Hədid surəsinin 21-ci ayəsində, biri də Ali İmran surəsinin 133-cü ayəsində. Sadəcə başlığının birinci kəlməsini fərqli olaraq. Ali İmran surəsinin 133-cü ayəsini deyim. Biri "Vas-sari'una" başlayır, biri "Vas-sabiquna" başlayır. Ali İmran 133-də Allah Teala buyurur: "Vas-sari'u ila mağfiratin min rabbikum ve cenne arduha ka'ardis-sema vel-ard." Rəbbiniz tərəfindən bağışlanmağa tələsin. Tələsin Rəbbiniz tərəfindən bağışlanmağa və tələsin Allahın cənnət əhli üçün hazırladığı behişdə. Behişdə tələsin. Bəs bu cənnət əhli üçün hazırlanan behişt əhlinin əlamətləri nədir? Allah Teala özü buyurur Ali İmran surəsinin 134-cü ayəsində. Əllezine, o cənnət əhli o kəslərdir ki, indi baxın görün burada namaz qılan adı var, yoxsa yox. Əllezine, o cənnət əhli, o təqvalı o kəslərdir ki, yunfiquna fis-sərra'i və dərra vəl-kâziminə ğaliz. Cənnət əhli o şəxslərdirlər ki, onlar istəyir, mən də öz sözümdən deyəcəm, istəyir yoxsul halda oldu, istəyir rifah halında, imkanlı olduğu halda infaq eləməyi bacarsınlar. Səxavət əlləri olsun, səxavətli əlləri olsun. İkram eləməyə bacarsınlar. Cənnət əhlinin sifətlərindən biri budur. İkincisi vəl-kâziminəl ğayz. Qəzəblərini udub xətaları keçənlərdirlər. Namaz adı çəkildi burada. Hə? Nə olsun namaz qılıram? 9 yaşından namaz qılıram. Qıl da. Sən öz əsəbva 9 yaşından namaz qılırsansa, sən 32 ildir namaz qılırsansa, özümü deyirəm. 32 ildir, 31 ildir namaz qılırsansa, amma hələ öz qəzəbına hakim ola bilmirsənsə, səndən nə cənnət əhli olacaq? Sən 40 ildir namaz qılırsan, hələ öyrənməmsən ki, qəzəbli olmaq lazımdır. Cənnət əhlinin birinci işi infaq eləmək, ikinci işi qəzəbi boğub insanların xətalarını bağışlamağa bacarmaq lazımdır. Ali İmran surəsi 134-cü ay, 133-134-cü ayələr. Baxa bilər, diqqət edin, görün Allah hardan başladı. O kəslər ki, Allah yolunda infaq eləyir, istər rifah halında, istər yoxsul halında. Və o kəslər ki, Allaha xatir qəzəblərini boğur və Allaha xatir insanların xətalarını bağışlamağa bacarırlar. Həzrət Əleyhisselam Haris-i Həmdaniyə bunu deyir. Deyir, Haris, "Vakzimil qays", əsəbi kontrol elə, "Vahlum indəl qadər", Helimli ol, həlim ol, yumuşaq ol, gözəl, yumuşaq davran yine. Vasfəh məəddəulə, qüdrətli olduğun halda, baxın bunu demək istəyirəm. Qüdrət sahibi olduğun halda bağışlamağa bacar. Bəzən görürsən, deyir, bağışladım, mən bağışladım. Bağışlamayıb, bax dildə deyir. Niyə deyir ki, bağışladım? Çünki əlindən bir iş gəlmir. İnandırım ki, əgər o bir vəzifə sahibi olsa, bir məsul şəxs olsa, onun basıb gözünü də çıxartdırar. Ona 20 il həbs də verər, ömürlük həbs atdırar onu. Əlində qüdrət yoxdur, deyir, bağışladım. Yalandan buradan yuxarı. Oğul odur ki, vəzifə sahibi olduğu halda,
güc, qüdrət sahibi olduğu halda onda deyir ki, mən bağışladım, haqqımdan keçdim, güzəşt elədim. Eləyə bildiyi halda eləmədi, bağışladı. Bax, oğul budur. Həzrət Əleyhisselam Harisə bunu deyir. İmam Əleyhisselam bu üç tövsiyəsindən sonra deyir ki, təkun ləkəl afiyə, aqibə. Əgər belə eləsən, belə eləginən ki, axır və aqibətin sənin xeyri olsun. Həzrət Əleyhisselam ki, buyurdu ki, axır aqibətin xeyirli olar, bu üç vəzifəni icra eləsən, bu işi icra eləsən, bəs yaxşı, onda mən neyim ki, mən xeylimli olum, qəzəbimi boğmağa bacarım və mən güzəşt eləyə bilim. İnşallah ikisini deyəcəm xidmətinizə, çoxdur. Meyrac-ı Sadə kitabında Allah rəhmət eləsin mərhum Nəraqiyə, mərhum Nəraqi Meyrac-ı Sadə kitabında hamısının yolların yazır orada. Çox gözəl bəyan edir ki, mən neyim ki, həlim olum, xeylimli olum, səbirli olum, dözümlü olum, qəzəbli olmayım, bağışlamağa bacarım, mən ikisini deyəcəm. Birinci Həzrət Əleyhisselamın yenə də hədisi iləndir. Meyrac-ı Sadə Azərbaycan dilində də tərcümə olunub. Açın oxuyun. İkisini deyəcəm, qalanın özünüz mütaliə edin. 1. Buyurur ələykə bil xelm. Həzrət Əleyhisselam deyir. Xelimli olun. Sizə tövsiyə edirəm ki, həlim olun, xelimli olun. Amma fə innəl xelmə səmərətül ilm. Amma bilginən ki, xelm elmin bəhrəsidir. Yəni elmin olmasa, xelmin də olmayacaq. Düzdür, bəzi insanlara Allah Teala fitrətən həlim yaradır. Amma mənim kimi emosional insan, mənim kimi özündən elə hər şeydən çıxan insana elm lazımdır ki, elmim olmalıdır ki, xelmi əldə eləyə bilim. Elmsiz xelmi əldə eləmək çətin məsələdir, mümkündür bəlkə də. Çünki əgər mən elmim olsa və bilsəm ki, mən qəzəblənməyim, mənim əsəbləşməyim nə qədər özümə, nə qədər cəmiyyətə, nə qədər əməllərimə, nə qədər cismimə zərər vurur, təbii ki, mən qəzəbdən əl çəkəcəm. Bu birinci yol. Birinci yol ki, xelimli olmaq istəyirsənsə, elmini artırmalısan. Bir sözlə deyim, bir çox mənfi xüsusiyyətlər də elə bax buradan qaynaqlanır. Elmsizlikdən qaynaqlanır. Elmi yoxdur, cahildir, savadsızdır. Ona görə deyilən çox sözü mənfiyə yozur. Yəni bu insan yaxşıya yoza bilmir. Niyə? Çünki elmi çatmır ona. O başa düşmədi ki, sən nə deyirsən orada ona. Ona görə başlayır suizən eləməyə. Əl-xüsusda ki, yenə də deyirəm, qəlbi çirkli olan insanlar tez suizən edirlər. Bir tərəfdən qəlb çirklidir, bir tərəfdən də elm yoxdur, savadsızdır. Ona görə də suizənlərin sayı artır, gedir. Xeylimli olmaq istənsə, elmli ol. Bu bir. 2. Rəvayətdə gəlir ki, yenə də səhv eləmirəmsə, İmam Cəfər Sadiq əleyhissalamdandır. Rəvayətdə gəlir ki, əgər gördün ki, əsəbləşmirsən, mövqeyyəti dəyiş. Yəni nə? Ayağı üstəsənsə otur. Oturmuşsansa ayağa qalx. Yol gedirsənsə dayan. Dayanmısansa yol get. O məclisdən nəsə əsəbləşmirsənsə, çox sadə, çox gözəl, daha hirslə, hiccə ilə, forsla yox ha. Bəzən güya deyir ki, mən hədisə əməl edirəm. Hədis demir ki, oranı tərk elə. Mən də tərk edirəm da, hirslənir, forslanır. Hiccə ilə çıxır, hələ iki kəlmədə deyir, çıxır. Yox, bu olmadı. Buna deyim, bu ədəbsizlikdir. Bu əxlaqdan kənardır. Yox, o məclisi tərk elə deyir, amma gülər üzlə, ədəblə, səliqəli, mehriban, qəzəbli kontrol eləyə bilmirsən, görürsən ki, qalsan nəsə söz söhbət olacaq, çox sakit, heç kimə heç nə demədən, çox sağ olun, sağ ol deyib, şirin, ədəblə, möminə yaraşan xislətlə o məclisdən yavaşca çıx ki, daha hiccə ilə, hisslə, forsla, buna deməyiblər, burada deməyiblər. Nəysə, mən 5 dəqiqə demişdim, 5 dəqiqəmə 1 dəqiqə qalıb. Əgər bunu desəm, qoy elə, bunu da deyim, qutarım. Bəni Mustələq döyüşündə Peyğəmbər Əkrəm, örtürəm, bax, vərəqlərim çox qaldı, amma örtürəm. Bəni Mustələq qəbiləsində Peyğəmbər Əkrəm oturmuşdu, müharibə qutarmışdı, oturmuşdu xeyməsində dincəlirdi. Dincəlirdi, görür, bu da ha, çöldə bir vırçatlasın düşür. Çöldə bir qırğın gedir. Müsəlmanlar qırırlar bir-birini, ətlərin didirlər, İraq bizdəni, İraq müsəlmanlarda olmayan şey. Görür, burada bu bir-birlərin ətin didirləri, amandır, Peyğəmbər tez dərhal çıxır ki, görsün nə olub, amma Peyğəmbər gedənə kimi bəzi hadisələr baş verir. Deməli, söhbət nədir? 2 nəfər müsəlman gediblər neynəməyə? Su doldurmağa, quyudan su doldurmağa. Biri
Muhacirdir, biri ənsar. Ənsar Mədinəlilərə deyirlər. Muhacir də Məkkədən hicrət edib Mədinədə yaşayanlara deyirlər. Muhacir, yəni hicrət eləmişlər. İkisi də müsəlmandır, hələ fərqi yoxdur. Mədinəli, Məkkəli, amma Mədinədə yaşayan Məkkəli. İkisi də nədən olub söz-söhbət? Atıblar o qabların ki, kəndirə bağlayıb atıblar ki, quyudan su doldursunlar. Dartanda o vedrə deyək də, bir-birlərinə dolanıblar. Nə qədər dartırlar, çıxmır, tələsirlər. Birazdan Peyğəmbər də getmək əmri verəcək, bunlar su götürə bilmirlər, bunların sözü çəp gəlir. Çəp gələndə muhacir kim idi? Məkkədən Mədinəyə hicrət edən. Bir dənə şillə ilişdirir Mədinəlinin, ənsarın qulağının dibindən. Aləm deyər, bir-birinə bunlar dalaşırlar. Möhkəm dalaşanda, nəsə bunlar dalaşırlar, sözlərin, söhbətlərini eləyirlər. Elə ki, sakitləşmək istəyir, bir münafiq uzaqdan görür ki, aha, od var orada, qığılcım var. Benzin lazımdır buna. Münafiqin əlaməti budur axı. Aman o insanlardan ki, davanın üstünə, odun üstünə benzin tökələr. Onu yatırtmaq əvəzinə altdan daha da fitnə verirlər. Aman o insanların əlindən. Abdullah ibn Ubey adlı bir münafiq, Abdullah ibn Ubey görür ki, münafiq olur. Bunlar artıq sakitləşmək istəyirlər, özünü yetirir ora. Yetirir ora, odu başlayır qızışdırmağa. İndi nə oldu? İndi muhacirlər, yəni Məkkədən Mədinəyə hicrət eləyənlər o qədər özlərindən çıxıblar ki, indi mən istəmirəm o sözü deyim, o qədər filan şey olublar ki, indi durub Mədinəni vururlar. Mən qoy qaydaq Mədinəyə, hamımızı qovduracam oradan, hamımızı qovacam oradan. Heç bir özü saxlamayacam Mədinədə. Bəyəm sizin yadınızdan çıxmışdı ki, yeriniz yox idi, yer verdik, eviniz yox idi, ev verdik, pulunuz yox idi, pul verdik. Başlayır bu şeylərə başlarına vurmağa. Libasınız yox, tarixdə var ha, öz sözlərim deyil, açın oxuyun. Libasınız yox idi, libas verdik, azuqınız yox idi, azuqa verdik. Yaman gün deyirdiniz, gəldik, sizi adam elədik. İndi nə oldu? Əslində bu Mədinəlisənsə, bu muhacir də Məkkədən Mədinəyə qonaq sayılır da, qonağın ehtiramı lazımdır. Sən gərək öz ədəbi göstərəsən, qonaqla elə davranmazlar. Axı bu sən ağzında deyirsən ki, sən gəlməsən. Gəlməsənsə deməli qonaqsan. Qonaqla necə rəftar edərlər? Qonağın başına vurarlar ki, sən adam deyildin, sən adam elədik. Yox. Nəysə, aləm dəyər bir-birinə. İki nəfər dalaşırsa artıq iki tayfa bir-birindən qırır bir-birini. Muhacirlə ənsar, neçə yüz nəfər burada, neçə nəfər burada, aləm dəyər bir-birinə. Peyğəmbər özünü onda çatdırır ki, görür artıq burada vur-vurumdur. Da əməlli başlı müharibə gedir. Düşmənlə döyüşüb gəliblər, indi öz aralarında döyüşürlər. Müdiriyyət bundadır. Əsl idarə edən şəxs burada bilinir. Peyğəmbər gözəl müdiriyyətli eləyir, idarə eləyir orada. Bir kəlmə öz dilimizdə desək komanda verir. Yığışın hərəkət. Yığışın hərəkət, biri başlayır ki, yox o birinci başladı, o deyir, o birinci başladı, Peyğəmbər deyir hərəkət. Bunlar dayanmırlar, axı soymurlar. Yox ya Rəsulullah, o birinci mənə belə dedim, mən belə atdım, Peyğəmbər deyir hərəkət. Xeymələri sökün, gedirik, hamı dağılışsın. Uzaqdan Zeyd ibn Ərqəm görür, Zeyd ibn Ərqəm gəlir ki, ya Rəsulullah, mən özüm şahidi oldum ki, Ubeydullah ibn Ubey, Abdullah ibn Ubey belə dedi. Dedi ki, siz adam dördünüz, biz sizə adam elədik, biz sizə libas verdik, paltar verdik, geyim verdik, yemək verdik, sizə adam oldunuz, gəldik, sizə sığınacaq verdik. Mən eşitdim ki, bu belə dedi. Abdullah ibn Ubey həmin münafiq də deyir, yox, sözün dəyişir. Mən elə söz deməmişəm ki. Mən belə dedim ki, yox, ya Rəsulullah, yalan deyir. Münafiqliyin əlaməti axı sözün dəyişmər. Bir gəh belə deyir, gəh elə deyir, gəh elə deyir, gəh belə deyir, sözün dəyişir. Bu minvalla Peyğəmbər deyir hərəkət. Hərəkət. Hamını yığır, gedirlər. 1 saat, 2 saat, 3 saat yol gedirlər. Taqətdən düşüblər. İstəyir, axşam olur, Peyğəmbər əmr vermir ki, dayan komandası vermir. Gedirik. Gecə yarı olur, Peyğəmbərlər yolunuza davam edin. Ta ki bunlar o qədər taqətdən düşürlər, artıq Peyğəmbər görür ki, bunlar gedə-gedə dizləri qatdalanır. Ya Rəsulullah, artıq addım atmağa amanımız yoxdur. Peyğəmbər deyir ki, elə burada dayanır, hamı yatsın. Hamı yatır, qəzəblər soyur, unudulur. İndi Peyğəmbər də başlasaydı, gəl də dindirim, gəl də dindirim. Bu moddaxı ki, hər iki tərəfi dindirdin. Bəzi yerdə dindirmək lazımdır, bəzi yerdə dindirmək lazım deyil. Çünki dindirəndə o daha da püskürür. Peyğəmbər dedi, olmaz. Hamı yatsın, səhər-səhər təzədən yolumuza davam edirik. Vəssalamu aleykum və rəhmətullahi
və bərəkatuhu. Peyğəmbər və ali Peyğəmbərin gül cəmalına salavat zikr edin.